Hal-hazırda daş karxanasının böyüyü sahibi Aka Bey hal-hazırda telefon xəttindədir. Hər vaxtınız xeyir olsun. Doktor, siz də xoş gəldiniz. Salamlayıram sizi. Natiq həkim də gəldi studiyamıza. Və Aka Bey, eşidirsiniz məni? Bəli, Zavulmalım, eşidirəm. Hər vaxtınız xeyir olsun. Aka Bey, ümumiyyətlə nə baş verdi sizin karxanada? Salamlayıram. Çox sağ olun. Sizin karxanada olduğunuz müddətdə nələr baş verdi? Qısaca bir deyə bilərsiniz bizə, sizin də dilinizdə. Bəli, müəllim. Bura qonaq kimi gəldilər, pul istədilər məndən. Birinci zəng elədilər, pul istədilər. Dedim ki, pul məndə yoxdur. Dünən dedim, axırana vermişəm, amma axıranda var. Gəldilər, 100 manat pul istədilər məndən. Zəng elədilər, istədilər, yoxsa gəldilər, istədilər? Əxiyar 100 manat pul lazımdır. Babana qəsdi dedi ki, problem yoxdur. Ata bəy, zəng elədilər, istədilər, yoxsa gəldilər, istədilər? Yox, birinci zəng elədilər müəllim. Zəng elədilər. Aha. Birinci zəng eləyiblər ki, pul istədilər. Sizə kim, bax siz cəm deyirsiniz də Ata bəy, mən üzr istəyirəm sizdən dönə-dönə, vaxtımızda məhduddur. Yəni, siz dedirsiniz, zəng elədilər, istədilər. Yəni, birinci kim zəh vurmuşdu, kim istəyirdi sizdən pulu? Məndən əxi pul istəyir, Tərlan var. Əkbər? Yox, Tərlan. Tərlan istəyirdi. Gördün, telefonu yoxdur, amma zəng Öz nömrəsindən zəh vurmuşdu sizə? Yox. Mesela o bir adı çəkdizə, dostun adı... Əkbər. WhatsApp'dan zəng eləmişdi. Aha, aydındır. Və gəldilər, siz də dediniz ki, məndə yoxdur, mühafizəyə vermişəm, onda var. Ay, sağ ol. Aha. Həmin bu adam da gecə oğluma zəng eləyib, dedi ki, filan yerdən getir uşaqları da alıb. Bax, bunun nömrəsi çıxıb. Aka deyirsiniz, mən Aka deyirəm. Düzdür, mən zəng Nə eləmişəm. inibdi, oğlunuza nə zəng? O zəng eləyib. Bax, həmin bu müdür zəng eləyib. Kimə? Mənim oğluma gecə. Al o uşaqlar, ikisini də obyektə gəl deyib. Daha bilmirəm, hardan al gəl deyib. Sizə Tərlan zəh vurmayıbdır? Tərlan yox. Tərlan yəni bundan pul istəyib. Sonra bu deyib, Tərlan da buna demiş ki, mənim konturum yoxdur, yoxsa nəsə yoxdur. Zəng elə sən deyinə deyib Akaya. Bax, bu Aka çağırıb. Axı deyiləm, düz danışmırlar da, mən də ona görə bilmirəm. Zavulmalım, o düz deyir, anası düz deyir. Orada heç yalan yoxdur. O Tərlan mağazan gələdi, dedi ki, qardaş, belə, onda dedi, pul yoxdur, taksi ilə gələ bilmirəm. Mən də qayıtdım, dedim ki, taksi pulu mən verərəm. Qayıtdı, dedi ki, onda deyir, dayı oğlunun numara deyirəm sana. O numaraya zəng eləm. Dedim, nə deyim ki, zəng eləyim, nə deyim. Deyim, anlayıb, enzeysin qabağında Tərlan gözləyir. Mən də zəng elədim, dedi ki, futbola baxıram, dedi, nəysə baxıram, dedi. Dedi ki, gedirəm. Oradan terpalmasınlar, dedi, oraya gedirəm. O söhbət olub. Mən zəng eləyəndən sonra, bir saatdan sonra geliblər bunlar. Deməli, siz dediniz ki, taksinin də pulunu verirəm, dur gəl. Aha, dedi ki, pul yoxdur. Pul yoxdur. Oraya gəlmək üçün. Dedi, mən problem yoxdur, taksi pulu da mən verərəm. Aha. Və o da sizə dedi ki, siz Seymura zəh vurun, Seymur gəlsin, bizi götürsün, gəlsin sizin yanınıza. İkinci irdiler. Dediler ki, Seymur'un numara verilir. Aha. Ki, Seymur'a zəng elə, deyir, gəlsin enzeysin qabağında. Mən də dedim, yaxşı. Numara verin, numara verdiler WhatsApp'dan. Dedim ki, siz niye zəng eləmişsiniz? Dedi ki, kontur yoxdur. Onda deyir, WhatsApp olan telefon deyil, dediler. Prosto telefondu. Mən də onu yığdım. Yığdım, dedi, birinci tanımadı. Dedim ki, Akadır. O Aka elədi. Dedim, biraz belə efi deyir ki, enzeysin qabağında gözləyirlər. Dedi ki, gözləsinlər, terpalmasınlar, ora-bura gedirəm. Mən zəng eləyəndən sonra Zavulmalım, bunlar mənim yanında bir saatdan sonra gəlib çatıblar. Təxminən siz saat neçədə zəh vurdunuz? 11'e işləyərdi. 11'e işləyərdi. Deməli, 12'ye işləmiş, onlar gəlib sizin yanınıza çatıblar. 12'ye işləmiş, yox, onlar gəliblər 12'ye qalmış bura. Neçədə? 12'ye qalmış gəliblər bunlar. 12'ye qalmış gəliblər. Sonra Tərlan gel oturdu orada. Ondan sonra çörəyi almağa gediblər.
Çöre almağa gidəndə mən zəng vurdum ki, harada qaldınız? 12 olmuşdu. Ki, dediler her yer bağlıdır, Megastordayız. Aha. Ama çörəyə gedən adamlar çörək getirmədilər. Amma çörək gətirmədilər. Amma mən zəngilib onun Tərlanın qardaşından səhər soruşanda ne bileyim, maşın bir dəqiqə deyən Aka müəllim. Çıxanda deyim oraya Gözləyən, mən deyəndə o dedi ki, Tərlan gecə gəlib evə, maşını, motorunu düzəltdirir, 12-də gəlib deyir evə. Amma 12-də artıq onlar Aka bəyin də dediyinə görə saat 12-də onlar karxanada olublar. 12-yə qalmış karxanada olublar. Və 12-yə qalmışdan Tərlan da deyir ki, onlar çörək almağa gedəndə saat yarıma qədər gecikdilər. Hətta belə bir söz. Ay sağ olun. Bu da gəlir eləyir 1-2-nin yarısı. 2-nin yarısında bu adamlar gəlir çıxırlar və çörək gətirmirlər. Gətirmədikləri zaman təzdən bir də Seymur deməli karxanada qalır, Orxanla mühafizəçi gedirlər çörək də axtarmağa, çörək almağa. Təxminən bir 20-25 dəqiqə, 30 dəqiqədə bunu deyək. İndi 15 kilometr yoldur, ən az 15 kilometr yolu 100-lə getməyəcək ki, 15 dəqiqəyə getsin, çatsın. Deyək ki, bir özü qurunt yollarıdır, yəni çox çətin bir yoldur. Yəni bu yolu ən azı bir yarım saata gedib, yarım saata qaydar da, təxminən bir saata kimi gedib qaydar. Yazı gəlib oğlum, qardaşı deyir 12-də gəlib qardaşım. Elə deyil Aka bəy. Deyil, yarım saat çıxarmalıyım. Yarım saata qədər ən azı vaxt getdi. Deməli saat 2 tamam oldu. Bunlar gəldilər, çıxdılar, yedilər, elədilər. Yedilər deyəndə müəllim, o nədir, uşaq, araq içən uşaq, vapşe oturmayıb stolda. Seymur. Seymur. Mənim üzümdən araq içib. Özü də stolda qoymamışam ki, stolda araq qoysun. Və onun da arxada beləcə stol var, pomidor zət qoymuşduq. Bura çəkiliş olubsa, onlar bilərlər. Orada qoyub, orada içib mənim. Burada stolda araq qoymamışıq. O, burada heç yarım saat dayanmayıblar. O, taksi şofer qəsdi dedi ki, tələsiram. Bu da buradan Seymur ona deyirdi ki, ay qoğum gözlə bir dəqiqə çıxıram. Mənim bir dənə ardınızsa adı çəkirdilər. Ki çəkirdi. Deyirdi ki, mən ondan sahara qədər yiyib içməyə gedirəm. Kimlə? Bilmirəm, bir adı çəkirdi. Mən deyə bilmərəm. Mən Mehman. Mehmanla da ki olmayıb da, şöbədən də o nömrələrini çıxarıblar, olmayıb. Telefonuna deyirdi baxıblar, ki, Meymana Seymurdan ona zəng zəng eləyəcəm, mən sahara qədər Meymandan içəcəm. Burada müəllim gedəndə öpüşüb, görüşüb gediblər burada. Yəni Seymur sizin yanınızda, siz də eşidirdiniz, deyirdi ki, gedəcəm Mehmanla içməyə. Ya, taksi şofer dacı qəsdi dedi ki, deyir, mən gedirəm. Dedi, onda sən gedirsənsə ged, mən Meymana zəng eləyəcəm, gəlib aparacaqlar. Mən ondan sahara qədər içəcəm. Aka bəy, üzr istəyirəm, sizə sualım var. Sizdən borcu Tərlan bəy istədi, yoxsa kim istədi? Yox, Tərlan istəyir. Tərlan istədi. Kimin nömrəsindən dedi zəng elib? Əkbərin? Əkbərin nömrəsi, WhatsApp nömrəsi ilə. Siz də təzədən zəng elədiniz Seymura ki, götür onları gətir, pul verəcəm, məndə yoxdur, mühafizə verəcəm. Və siz mühafizədən soruşdunuz ki, pul verir yoxsa yox? Əkbərin maşına niyə gəlmirsiniz ki? Dedi, Əkbərinlə benim xadavorda nəysə problem var, həm də deyib benzin yoxdur. Aka bəy, sizdə pul yox idiysə, siz onları niyə çağırırdınız ora? Niyə mühafizənin pulunu onlara öz adınızdan verirdiniz ki, mühafizədən alıb verəcəm, yoxsa niyə? Yox, onlar bizə həmişə çörək daşıyan adam olub. Mənim axranıda o adam tapıb mənim üçün. Sizə Tərlan bəy demişdi, Seymuru çağır. Daha bilim, dost olmuşuq, çörək yemişik bir yerdə. Tərlanı, deməli, Raufu sizə mühafizəçi kimi Tərlan gətirib işə. Sağ ol, Ki, Tərlan da çox maraqlıdır ki, Tərlanla sizin ümumiyyətlə salam mələkümünüz var idi da, yəni münasibətiniz var idi. Elə belə salam sağ ol, Salam sağ ol vardı. Bəs nə əcəb o mühafizəçiyə zəng eləmirdi? Mühafizəçinin nömrəsi yoxdurmu? Müəllim, yox idi, Zavur müəllim. Mən pul verəndən sonra mən telefonu zordan aldırdım ki, mən səni dedim nətər tapım. Marş verəndən sonra mən
Siz həmin günü maaş vermişdiniz mühafizəçiyə? 5-6 bu telefonu Mən üzr istəyirəm, siz mühafizəçiyə həmin günü maaş vermişdiniz? Yok yok 5'i pulu vermişim 5'i. Ayın 5-də. Değil. Aha. Nə qədər maaş verirsiniz, üzr istəyirəm bilmək olar. 600 manat. 600 manat. Aha. Çox maraqlıdır ki, Nəcəb Tərlan özünün gətirib işə düzəltdirdiyi Raufa zəng eləyib ondan pul istəmir və sizdən istəyir. Nəcəb? Zavur müəllim, eşi bunun numarası bilmirdi. Bu telefon, məndən baba gidip almışız telefonu. Ondan sonra bunlar gelmemiştiler. Aman günü zəng elədi, aynı yerdəsiydi də bu. Mən bir şey soruşum. Yəni təxminən Qubadan sizin daşkarxanasına qədər pul nə qədər tutur, taksi pulu? Nə qədər manat tutur? Nə qədər eləyir? Şeydən 66-ya zəng eləsə 3 manat, amma belə 5 manata gəlirlər. Aha, 5 manata gəlirlər. Sizcə Nəcəb siz də hətta onu təklif elədiniz ki, məsələn 1000 taksiyə gəldi, 3 manat nədir ki verəcəm? Yox, eləmədim. Dedi ki, pul yoxdur. Deyir, saat 8-dən də getməliyəm. Dedim ki, qardaş, mən nə qarayım da? Dedi, bir tane ki, dedim kart tapın, karta attım da, attırım. Babaya dedim ki, senin kart var, dedi yok. Dedim, onda babada kartta yoktu axı. Nətər edər? Dedi ki, bir tane yap. Dedim, ama onda 5 manat. Mən verərəm dedim, belə söhbət oldu. Aha, bəs niyə razılaşmadı başqa taksi ilə gəlməyə 5 manata görə? Niyə razılaşmadı sizcə? Nə bilim, deyir, dayı oğluya olsun deyib də. Aydındır. Mən bir şey də soruşum, Akabey sonra sağollaşacağım sizlə. Çox maraqlıdır, sizə də maraqlı gəldimi ki, məsələn, Tərlan pul istəyir. Burada deməli, pulu istəyən Tərlandır. Maşını xarab olan, dediyinə görə maşını xarab olan Tərlandır. Pulu lazım olan adam Tərlandır. Mənə pul lazımsa mən gəlirəm və vasitəçi kimi, sürücü kimi istifadə olunan Seymurdur. Seymur burada hansı ixtiyarla, hansı cəsarətlə deyə bilər ki, mən orada yemək yemək istəyirəm və yaxud da içki içmək istəyirəm. Sizcə niyə vəziyyət yemək həddinə çatdı? Mən borc istəyirəm, mən gəlirəm, yaxınlaşıram. Üzr istəyirəm, Akabey. Mən sualımı verim, xahiş edirəm. Mən üzr istəyirəm, mən sualımı verim, sonra siz cavab verərsiniz, zəhmət olmasa. Mən sizə dinləyirəm, dinləyəcəm də. Bax, mən pul istəyirəmsə Akabeydən, o da mənə deyirsə ki, Axrananın pulunu dünənlərim vermişəm, 2 gündür vermişəm, gəl gələm, mən ondan alıb sənə verərəm, sən ona qaytararsan. Mən gəlib pulumu alıb, qayıdıb çıxıb gedərəm. Niyə vəziyyət yemək həddinə çatdı? Vəkil pişirdi orada çırpma. Yemək, o eşi istəməyib, ya Seymur istəməyib. Bəs kim istədi orada oturub yemək yemək? Ekber Tərlanın dostu Əkbər istədi ki, oturaq yemək yeyək. Yox, Ekber gördü pomidor yumurta. Dedi pomidoru gördü, stolda yumurta, dedi ya, natar pomidor yumurta yemək olar. Mən də qaçdım, bacarırsızsa bir şirin yer. Deməli, pomidor da bişməmişdi, yumurta da bişməmişdi. Ortada hazır yemək yox idi. Bunlar gedib gələnə qədər, malum birinci getdilər, babayla Seymur gedəndə bir saat yarım çəkdi ki, bir saat çəkdi. Bunlar gəlmədi. O vaxta qədər bir dənə conga pişirmək olardı. Pomidor yumurtadır da, pişdi. Yox, aydındır. Məsələn, Əkbəri siz tanıyırdınız əvvəlcədən? Əkbəri çoxdan tanıyıram. Siz Əkbəri də çoxdan tanıyırsınız. Deməli, Əkbər gəlir, girir içəri, baxır, deyir ki, nə qəşəng pomidor yumurtadır, adam bunu pişirib yeyərdi. Və birdən-birə gecə saat 12-də Əkbərin ürəyinə pomidor yumurta yemək düşür. Nədənsə və saat 12-də və onlar geyib gələnə qədər pomidor yumurtanı kim bişirdi orada? Özü Əkbər bişirir. Əkbər özü bişirdi. Əgər onu da yox etsən, niyə görə çıxıb getmişdi, onu yoldan qaytarıblar, Sumqayıtdan daha qalsın? Əkbəri. Əkbər bişirib, bəli. Siz onları orada qoyub getmişdiniz, sizi sonradan çağırdılar, yoxsa? Yox, mən ayın 12-si getmişəm, 13-ü gecə qayıtmışam burada. Aydındır, Akabey, təşəkkür edirəm sizə, minnətdaram. Və Rauf bəylə bağlı bir şeyi soruşmaq istəyirəm. Rauf bəyi təzəlikcə tanıyırsınız siz? Rauf kini mən tanıyırdım.
Rauf kişinin evvel Nezna bacının yoldaşı benim akranım olub 3 il. Aydındır. Necə tanıyırsınız? Rauf kişinin hər hansı bir, məsələn, işə götürməmişdən qabaq onun dosyasını yoxlamısınızmı? Kim olub? Ümumiyyətlə bir məhbus həyatı keçiribmi, keçirməyibmi? Soruşmusunuzmu? Yox, onları ben bilmirəm. Prosto o Rezanın əvəzində bir gecə, 2 gecə qalan vaxtlar olub da. Aydındır. Siz Gürcüstana gedirdiniz ayın neçəsində? Yox, Gürcistana yox. Bakıya. Ayın 12'si getmişəm tezdən toya, Sarın restorana toya getmişəm. 13'ü axşam qayıdıb gəlmişəm.